bir çox insanın düşünmədən, pisliyini anlamadan etdiyi həmin o günah, qeybət. Allah Müteal öz kitabı olan Quran-ı Kərimin Hucurat surəsinin 12-ci ayəsində bizlərə belə buyurur: Bir-birinizin qeybətini qırmayın. Sizlərdən hansı biriniz ölmüş qardaşının ətini yeməyi bəyənir? Şübhəsiz ki, siz bundan iyrənərsiniz. Qeybət haqqında Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən soruşulduqda o belə cavab verir: Qeybət qardaşını xoşlamadığı bir şeylə yad etməkdir. Yəni əgər danışdığımız şəxs, haqqında danışdığımız şəxs bizim yanımızda olsa, bu söz onun xoşuna gəlməsə, deməli bu qeybətdir. Sahabələr sual verirlər: Ya Rəsulallah, əgər danışdığımız şey onda varsa necə? Peyğəmbər buyurur: Əgər o iş onda varsa qeybət, əgər danışdığınız şey onda yoxdursa böhtandır. Bəzən irad tutduğumuz təqdirdə bizlərə verilən ilk cavab elə bu olur ki, mən olan şeyi danışıram, olmayan şeyi danışmıram. Həzrət Peyğəmbərin bizlərə buyurduğu nəsihətdə, hədisində görürük ki, elə olmuş şeydə olsa danışılması nöqsandır və böyük günahlardandır. Qardaşlarım və bacılarım, çalışaq bir-birimizin qeybətini etməyək, bir-birimizi pisliklə yad etməyək. Əksinə, həmişə yaxşılıqla, yaxşı sözlərlə bir-birimizi xatırlayaq. Allah sizlərdən dünya və axirətdə razı olsun.